Hər vaxtınız xeyir bir daha. Mən bu videoda sizə cəbri tamamlayıcılar, matrisin rangının tapılması və matrislər və determinantlar mövzusuna aid olan bir sıra digər qaydalar haqqında olan testləri izah edəcəm. Bundan öncəki videoda matrislərin bir-birinə vurulması, matrisin transponer edilməsi, iki ölçülü olan halda matrisin tərsinin tapılması, iki ölçülü və üç ölçülü determinantların tapılmasına aid misalları geniş izah etmişdim. Burada əgər təkrar suallar varsa onları daha sürətli şəkildə izah edəcəm. Ancaq hansı misal növündən izah etməmişəmsə onun üzərində daha geniş şəkildə dayanmağa çalışacağım. Məsələn 21 nömrəli sual. Burada bizdən tələb olunur ki, A11 və A12 elementlərinin cəbri tamamlayıcılarının cəmini tapaq. Bunun üçün necə etmək lazımdır? Qaydanı izah edirəm. A11, yəni A11-i tapmaq üçün A11 elementi hansıdır? Birinci sətir, birinci sütun elementi hansıdırsa, onun yerləşdiyi sətin və sütunda olan bütün elementlərin hamısını silirik. Və yerdə qalan matrisin elementlərindən düzələn determinantı hesablayırıq. Yəni burada bizdə qalır 2, 4, 3, 4. Və bir də bu əslində minordur. Minorla cəbri tamamlayıcının fərqi nədir? Cəbri tamamlayıcını tapanda eyni zamanda işarəyə də fikir vermək lazımdır. Yəni qarşıda olur -1 üzərində axtardığımız elementin indekslərinin cəmini yazırıq. Yəni birinci sətir, birinci sütunda yerləşdiyinə görə 1 + 1 yazdıq. -1-in kvadratı müsbət 1-dir. Deməli, hesabladığımız determinanta işarə dəyişikliyi baş verməyəcək. Ölçülü determinantı hesablaması qaydasını artıq izah etmişdim. Baş diaqonal elementləri bir-birinə vurulur, 2 4-ə vurulur, 8 və 3 4-ə vurulub çıxılır. Yan diaqonal elementləri bir-birinə vurulur, çıxılır. Cavab olur -4. A12-ni tapmaq üçün isə bu zaman birinci sətir, ikinci sütunda yerləşən element, birinci sətir, ikinci sütunda yerləşən elementin cəbri tamamlayıcısı deməli axtarılır. Ona görə o sətir və sütunu haradakı yerləşir, ondan ibarət olan bütün elementlərin hamısı silinir. Və yenə də işarəyə baxmaq lazımdır. -1 üzərində sətir və sütun indekslərinin cəmini yazıram. 1/2. Və daha sonra yerdə qalan elementlərdən düzələn determinantı hesablamalıyam. 5, 4, 7, 4 bərabərdir. -1 üzərində 3, -1-in kubu -1 olur. Determinantı hesablayanda baş diaqonal elementlərini bir-birinə vurduq, çıxırıq. Yan diaqonal elementlərini bir-birinə vurmalıyıq. 28. 28. Bu da bərabərdir. 20-dən 28 çıxanda -8 eləyir. -1-ə vuranda -8 eləyir. Deməli, A11 bizdə -4 idi. A12-ni isə biz 8 olaraq tapdıq. Və bu cəbri tamamlayıcıları toplayanda cavabımız eləməlidir 4. Daha sonra növbəti suala baxaq. Matrislərin xətti asılı olmayan sütunlarının maksimum sayı. Bəzi suallarda şərt belə də verə bilər. Bəzi suallarda isə matrisin rangını hesablayın deyə soruşula bilər. Eyni şeydir. Yəni matrisin xətti asılı olmayan sütunların maksimum sayı elə rangın tərifidir bir növ. Ümumiyyətlə rang nədir? Rang kvadrat matrisi xarakterizə edir. Verilən matrisdən düzəldilə bilən kvadrat matrislərə baxırıq. Ən böyük ölçüyə baxırıq birinci. Məsələn, burada verilən matrisin ölçüsü 3/3 ölçülü olduğuna görə, sətr və sütun 3/3 ölçülü olduğuna görə, deməli bu matrisdən düzələ bilən ən böyük ölçülü determinant da elə 3/3 ölçülü olacaq. İlk növbədə buna baxırıq və bu determinantı hesablayırıq. Determinantı hesablama qaydasını artıq mən sizə həm üçbucaq qaydası ilə, həm sətr artırıb və ya sütun artırma yolları ilə izah etdim bunun əvvəlki mövzuda. Ona görə bunu sürətli şəkildə elə üçbucaq qaydası ilə həll etmək istəyirəm. 1 vuraq 3 baş diaqonal elementlərini vurduq. Elədir 3. Ona paralel olaraq yan diaqonal elementlərini, daha doğrusu baş diaqonala paralel köməkçi diaqonaldan düzələn üçbucağı bir-birinə vururuq. 3, 5 və 1 oldu 15. Üzərinə gəlinsin digər köməkçi diaqonal 3, 4 və 1. Belə bir üçbucağımız əmələ gəldi. Bu da elədi 12. Çıxılsın. İndi isə çıxmalıyıq.
Yan diagonal elementlərini bir-birinə vurduq 1. Çıxılsın. Üçbucaq əmələ gətirdik burada. 4, 5, 1, 20. Və yenə də çıxırıq. Növbəti yerdə qalan elementlər zaten buradan görünürdü. 3, 3, 3 oldu 27. Bərabər hesablayaq. 15, 12, 27 eləyir. Müsbət mənfi 27'lər bir-birini apardı. Qaldı 3, çıxılsın 21. O da bərabərdir. Mənfi 18 olur. Deməli, bu nədir? Sıfırdan fərqlidir. Əgər ən böyük ölçüyə malik olan bir determinantın qiyməti sıfırdan fərqli oldusa, deməli, onun ölçüsü elə bu matrisin rangıdır. Yəni, cavab elə 3'dür. Çünki burada bəzən uşaqlar determinantı tapandan sonra tələbələr elə düşünür ki, bu cavab olmalıdır. Amma bu onu göstərir ki, bu determinantın qiyməti sıfırdan fərqlidir. Yəni, siz 3 vur 3 ölçülü matrisi hesablamışdınız. 3 vur 3 ölçülü. Bu ölçü matrisin rangını göstərir. Yaxşı, əgər 3 ölçülü matris 0 olsaydı determinantı nə edəcəkdiniz? Bu zaman 2 ölçülü, bütün mümkün 2 ölçülü determinantları hesablamaq lazım idi. Əgər bütün 2 ölçülü determinantların hamısı 0'a bərabər olsaydı, onda ranga 2 deyə bilməzdik və aşağı düşərdik, 1 olanlara baxardıq. Amma 2 ölçülü matrislərin içərisində heç olmasa bir dənə determinantı 0'dan fərqli olan matris olsaydı, onda deyə bilərdik ki, o matrisin rangı elə 2'yə bərabərdir. Matrislərin hasilini tapın. Hasilin tapılmasını mən sizə artıq demişəm, amma yenə də bu sualı, bu testi həll etmək üçün qısa, tez vaxt aparmamaq üçün baxaq görək, hansı elementi tapsaq daha yaxşı olar. Fərqli olan elementə baxım görüm hansı element fərqlidir. Məsələn, birinci elementlər 2 halda 4, 4'dür. İkinci elementlər 6, 0, 0, 3'dür. 14 olan da var. Deməli, ən yaxşı halda mən heç olmasa 2 dənə element tapmalıyam. Tapım yaxşı. İlk birinci sətrin elementlərini tapım bu zaman. Birinci sətr elementləri A11 və A12 elementlərini tapım. Hansı sətr, hansı sütunda yerləşən elementi tapmaq istəyiriksə, sətr olaraq birinci matrisin sətrini, sütun olaraq isə ikinci vuruq matrisinin sütun elementlərini bir-birinə vurub toplamalıyıq. Yəni, A11 bizdə bərabərdir. 2 vurulsun 2, 4, üzərinə gəlinsin 0 vurulsun 5, yəni 0. Birinci elementimiz 4 olmalıdır. 4 də bizdə 2 variantda var idi. Ona görə ikinci elementi də tapıram. A12 elementini tapıram. A12 elementini tapmaq üçün yenə də indeksə uyğun olaraq A1 birinci sətr elementlərini A1, 2 ikinci sütun, ikinci matrisin ikinci sütun elementlərinə vurub toplayırıq. 2'ni 3'ə vurduq 6, üzərinə gəlinsin 0'ı 7'yə vurduq 0. Cavab oldu 6. Deməli, birinci sətrimizdə olan elementlər 4 və 6'dır. Yerdə qalan elementləri artıq tapmağa ehtiyacımız yoxdur. Çünki cavab artıq bizə buradan görünür. 24 nömrəli sual. Lambdanın hansı həqiqi qiymətlərində matrisin rangı 2'yə bərabərdir? Rangı artıq izah etdik və dedik ki, rangın 2 olması üçün deməli 3 ölçülü determinantlar 0 olmalıdır. Və burada da 3 ölçülü determinant elə zaten matrisin özünün determinantıdır. Deməli, bu matrisin determinantı 0 olan halda bu rang ola bilər 2 olsun. 3 ölçülü matrisin determinantını hesablayaq. Üçbucaq qaydası ilə yeni həll edəcəm. 0, 0 lambda hasilləri 0 elədi. Lambda 1, 1 hasili lambda edəcək. Üzərinə gəlinsin lambda 1 və 2 hasili isə 2 lambda eləyir. Çıxaq. İndi çıxmanı yerinə yetirək. Yan diagonal elementləri 2, 0, 1, 0 edir. Çıxaq. 1, 1 və 0. Bu da 0 edir. Çıxaq və nəhayət qaldı lambda, lambda və lambda. Oldu lambdanın kubu. Deməli, biz belə bir ifadə aldıq. 3 lambda çıxaq lambda kubu bərabərdir 0'a. Vuruqları ayırmaqla həll edə bilərik. 3 çıxaq lambda kvadrat bərabər 0. Kub tənlik isə deməli 3 dənə kökümüz olmalıdır. Lambdanın biri 0'dır. Digərində isə lambda kvadrat 3 olduğuna görə lambda müsbət mənfi kök altında 3 olur. Və bu da cavabımız. 3 ölçülü determinant 0'dırsa, deməli bu ifadənin rangın qiyməti 2'yə bərabər olmalıdır.
25 nömrəli sualda A kvadrat, yəni matrisin özünün özünə hasili soruşulur. 3, 1. Matrisin özünü tezdən köçürdürüm. 3, 1. Yalnız bir element tapsam mənə elə gəlir daha rahat olar mənim üçün. Ona görə də ən birinci elementi tapmaq istəyirəm. A1 elementini. Və qaydalara əsasən birinci sətr elementlərini birinci sütun elementlərinə vurub toplayacağım. Mənfi 2-ni mənfi 2-yə vursam 4 eləyər. Üzərinə gəlinsin. 7-ni də 3-ə vursam 21 eləyər. 25. Baxım görüm təkrarlanan varsa başqa element taparam. Təkrarlanan yoxdursa deməli cavabım hazırdır. Yalnız bir dənə variantda. Birinci element 25-dir. Deməli testim artıq bitdi sayılır. O birisi elementləri tapmasam olar. 3 ölçülü determinant üçbucaq qaydası ilə həll edəcəm. Mənfi 4-a üzərinə gəlinsin. Paralel olaraq gedirəm. 3 mənfi 2 6 mənfi 6C. Üzərinə gələk B 5 2. O da elədi 10B. İndi çıxmanı yerinə yetirək. Yan diagonal elementləri 2 mənfi 1C mənfi 2 eləyir. Ona görə olacaq üstə gələk. 2C çıxılsın. 3B 4 12B çıxılsın. 2 5A mənfi 10A eləyir. Onlar üstə gələk 10A. Bərabər görək yerdə nə qaldı. Səliqəllik üçün A-lara birinci baxıram. 6A. Sonra B-lərə baxıram. B burada məndə hansı B var? 10B var. 12B var. Çıxaq 2B. Və C-lərdən də mənfi 6C var. Üstə gələk 2C var. Olacaq çıxaq 4C. Ardıcılığa riayət eləyin ki, cavablarda da çaşmayasınız, düzgün götürəsiniz və cavabımız buyurun düzgündür. Davam eləyək. Matrisin tərs matrisinin elementləri hasilini tapın deyə soruşulur. 2 ölçülü matrisi artıq izah etmişdik. 2 ölçülü matrisin determinantını birinci yoxlamaq lazımdır. Determinantını 3 vur 1 çıxılsın 2 vur 1 2. Əsas determinant 1-dir, deməli bu matrisin tərsi var. 2 ölçülü matrisin tərsini tapan zaman baş diagonal elementlərinin yerini dəyişirdik. Yan diagonal elementlərinin isə işarəsini dəyişirdik. Və bütün bu elementləri bölürdük əsas matrisin determinantına, hansı ki 1-ə bölsək heç nə dəyişməyəcək. Deməli, tərs matrisin elementləri məhz elə budur. Tərs matris budur. Və elementləri tapmaq üçün bunları bir-birinə vuraq. 1-i 3-ə vuraq, mənfi 2-yə vuraq, sonra da mənfi 1-ə vuraq. Nə olaraq? 6. Bu da cavabımız. 28 nömrəli sual. Tənliyin böyük kökünü tapın. Tənlik dedikdə bu 3 ölçülü determinantdır. Determinantı 0-a bərabər eləyib tənliyi alırıq. Determinantı hesablayaq. X-in kvadratı üzərinə gələk. X 2 1 2x eləyir. Üzərinə gələk 2 5 3 10 30 çıxaq. Yan diagonal elementləri tapıram. 1x3 3x çıxaq. X 2 1 nədir? 2x çıxılsın. Bir dənə də qaldı 5 2x. O da 10x qaldı. Bərabər 0-a. Görək bizim burada nəyimiz var? X kvadratı var. Çıxaq 2x-dan 2x gedər. 3x 13x eləyir. Və bir dənə də üstə gələk 30-muz var. Üstə gələk 30 bərabər 0. Burada əslində Viet teoreminə əsasən kökləri görürük. 3 ilə 10-dur. Vuranda 30 eləyir, toplayanda 13 eləyir. 3 ilə 10-dur kökləri. Diskriminantla həll edə bilərdim, amma Vietə əsasən görürəm. Ona görə də böyük köküm olur 10. 29 nömrəli sual. Bu sualdan bayaq var idi. Bu sualı mən izah eləmişdim. Bayaqları B-ni K vurulsun. 1B 0-1 şəklində göstərirdi. Və BN-i soruşurdu. BN olmuşdu K üstündə N. Bir dənə də burada BN yaranmışdı. Çünki mən burada N bərabər 2 olan halında yoxladım. Və belə bir induksiya metodu ilə bu cavabı aldım. İndi burada fərq nədədir? Burada K yoxdursa, onda sadəcə K üstü N olmayacaq da, bayaqki sualdan fərqli olaraq. Baş diagonalda 1-1-lər qalır. Yan diagonalda isə B olur NB. NB. Burada bir dənə də test var. A-la olan test də var bunda. Yəni tam bu cavabın alınması üçün o bir videodan baxa bilərsiniz. Buna vaxt sərf etmək istəmirəm. 30 nömrəli sual. A vuraq AT. AT-ni izah etmişdim. AT transponirə etmək deməkdir.
Transponeri etmək nədir? Yəni matrisi sətr və sütun elementlərinin yeri dəyişir. A matrisi olduğu kimi qalır 3m - 1, 2. Bunu vururuq transponeri olunmuş matrisinə. Yəni sətr elementləri 3m idisə indi sütun elementləri 3m'dir. Sətr elementləri -1, 2 idisə indi sütun elementləri -1, 2'dir. Bu bərabər olmalıdır B matrisinə. B matrisində bizə verib 13, 1, 1, 5. Belə bir bərabərlik ödənməlidir. Bərabərlik üçün m-i axtarırıq. M-i. Məsələn, hansı elementi tapsam mənə kömək eləyər? Gəlin, elə A11 elementini tapım. A11. Yəni, birinci sətr elementlərini birinci sütun elementlərinə vurum, topluyum. 3'ü 3'ə vursam 9, m-i m-ə vursam m-in kvadratı. Bərabər də oldu nəyə? 13'ə. M kvadratı 4'dür, deməli m bərabərdir müsbət -2'yə. Və müsbət 2 cavabımız var. Burada əslində mən digər elementlərin də bərabərliyini ala bilərəm. Məsələn, m-in iştirak elədiyi hansı birinci sətr, ikinci sütunu bir-birinə vursam, birinci sətr, ikinci sütun. Məsələn, birinci sətr, ikinci sütuna vururam. 3'ü vursam -1'ə, -3, üzərinə gələk 2m. Nəyə bərabər olmalıdır? Birinci sətr, ikinci sütun. Birinci sətr, ikinci sütun bu elementdir, 1'dir. Onda m-ini alıram burada. 4, m-i 2 alıram. Baxın, yəni mən elementlərin hər birisini yoxlasam, burada düzdür deyə bilərsiniz ki, müsbət -2 aldıq və bəlkə 2 cavabı da, -2 cavabı da olardı. Onda niyə biz müsbəti götürürük, mənfini götürmürük ki, elə bir sual yarana bilərdi. Ona görə də baxın, izahat olaraq verirəm ki, əslində mən bütün 4 elementin 4'ündə də yoxlamalıyam ki, m harda iştirak eləyir. Yəni bu zaman bütün həllərin kəsişməsi olan, yəni ortaq m-in hər bir həll üçün ödənən nöqtəsini götürməliyəm. O da çox güman ki, elə 2'dir. Yəni tamamilə misalı tam geniş şəkildə izah etdim burada. 31 nömrəli sualda siz müxtəsər vurma olaraq, düstur olaraq baxsaz, A plus B-ni A minus B-yə vurmaq nədir? Yəni A-nı A-ya vurursunuz, A kvadrat eləyir. Üzərinə gələk, B vuraq A. Çıxılsın, sonra A vuraq B. Və çıxaq B kvadratı. Əgər A kvadrat çıx B kvadrat qalıbsa, deməli burada bunlar gedib. Deməli onlar bir-birinə bərabər olub ki, gedib. A vur B matrisi B vur A matrisinə hər zaman bərabər olmur. Burada nadir hallardan biridir, yəni ehtimal azdır və ola bilər ki, elementlərin bir-birinə bərabərliyi yaranıb ki, yalnız bu halda A kvadrat çıx B kvadrat cavabı sizdə qala bilər. Aşağıdakı bərabərliklərdən hansı doğrudur? Doğruları da izah edək, səhvlərin də səbəbini göstərək ki, niyə səhvdir. Hansı doğrudur? Matrisin determinantı 0'dırsa, onda tərs matrisin də determinantı 0'dır. Yanlışdır, ona görə ki, matrisin determinantı 0'dırsa, onun ümumiyyətlə heç tərsi yoxdur. A üstü -1 tərsi deməkdir. A üstü T isə transponirə etmək, yəni sətr sütun elementlərin yerini dəyişmək deməkdir. Matrisin öz determinantı 2'dirsə, matrisin tərsinin determinantı -2'dir, bu da yanlışdır. Ümumiyyətlə, matrisin tərsinin determinantı matrisin özünün determinantının tərsinə bərabərdir. Yəni, 1 bölünmüşünə bərabərdir. Bu da harda ödənilir? Məsələn, 3'də ödənilir. Öz determinantı 2'dirsə, tərsinin determinantı 2'də 1'dir. Bu 3 düzdür. Əgər öz determinantı ilə tərsinin determinantı bir-birlərinin tərsidirsə, deməli, hasilləri 1 olmalıdır. 4 də düzdür. A matrisin determinantı 3, B-nin determinantı -2'dirsə, hasili də -6 olmalıydı. Ona görə bu da yanlışdır. Deməli, hansılar düzgün oldu burada yalnız? 3 ilə 4 cavabı düzgün oldu. Determinantı hesablayaq. Burada elə başlayan elementləri qalıb da əslində. Onsuz da digərləri 0'dır. Cavabımız eləyir 6. Digər qrupların hamısı 0 eləyəcək. 34 nömrəli sual yenə matrisin vurulmasıdır. Yenə də mən burada istəyərəm ki, bir dənə element tapım. Məsələn, görün, fərqli burada nə var? A2-1 elementini tapmaq istəyirəm. 2-1. İkinci sətr və birinci sütunu tapsam, mənə elə gəlir kömək olar, bəhs olar, yəni bu test üçün. -2 müsbət 2 4 eləyər, üzərinə gəlsin 3'ü 1'ə vuranda 3 eləyər. Cavab -1. İkinci sətr birinci sütun elementi -1 olan. Bir burada var. Bir də burada var.
Onda bir dənə də element taparam. Bir dənə də element tapıram. Bu ikisində fərqli olan, yerdə qalanların hamısı da fərqlidir. Gəlin bir dənə başqa bir element tapım. Məsələn, A22-ni tapmaq istəyirəm. A22. A22 üçün ikinci sətri ikinci sütuna vuracam. Mənfi 2-ni 1-ə vuranda mənfi 2, 1-i 2-yə vuranda 2. Sıfır elədi. Sıfır. Budur da sıfır. Deməli düz almışam sıfır. Keçək o bir testə. 35 nömrəli sual nə deməkdir? Mən əslində burada sizə göstərmək istəyirəm ki, 50 dəqiqə vaxt 30 sual üçün kifayət edir. Bu mövzuların içərisində, 7 mövzunun içərisində ən çox vaxt aparan elə matrislərə aid olan suallardırsa da, onları da siz sürətli həll edə bilərsiniz əslində. Hamısını tapmağa gərək yoxdur ki, siz tez həll edirsiniz. A kvadrat nədir? Matrisi öz-özünə vururuq. 3, 4. 1, 2, 3, 4. Mən burada bir dənə element tapacam yenə də. Hamısını tapmaq istəmirəm. Birinci sətr, birinci sütun elementini tapacam. 1-i 1-ə vursam 1 eləyər, 2-ni 3-ə vursam 6 eləyər. 1 ilə 6, birinci elementim 7-dir. İndi o birinci elementə nə etməliyəm? Matrisin özünün üzərinə gəlməliyəm. Matrisin özünün elementi nədir? 1-dir. 7 plus 1 elədi 8. Sonra nə etməliyəm? Çıxaq 2-yi nə deməkdir? Vahid matrisi 2-yə vurub və alınan hasildən çıxırıq. Vahid matrisimiz baş diaqonalında 1, 1 olan matrisdir. 2-yə də vuranda bütün elementlər hamısı 2-yə vurular. Deməli, elə bu belə bir matris olar. Və biz də bunu çıxanda birinci sətr, birinci sütun elementi hansı idi? 2 idi. Deməli, 8-dən 2 çıxmalıyam. Cavabım olur 6. 6 neçə variantda var? Yalnız bir variantda var. Ona görə o da mənim elə düzgün cavabımdır. Yəni, mən burada bütün digər elementlərin heç birisini tapmadım. Yəni, mənim ona vaxtım getməsin. Lap tapmaq istəsəz də belə, onsuz da matrislərin vurulması qaydasını hamısını geniş şəkildə digər videoda izah etmişdim. Burada bəzi sualların içində izah etdim. Hansı elementi axtarırsınızsa, məsələn 2-1-i axtarırsınızsa, birinci indeks sətri göstərir deyə birincidən sətri götürürsünüz. İkinci indeks sütunu göstərir deyə ikinci matrisdən sütunu götürüb bir-birinə vurursunuz. Bunu dönə-dönə artıq bayaqdan neçənci sualdır ki, deyirəm. 36 nömrəli sual, matrisin tərsini tapın. 2 ölçülü matrisin tərsini tapmaq üçün birinci onun determinantını hesablayırıq. Mənfi 2-ni 2-yə vuranda mənfi 4 çıxaq, mənfi 1-i 3-ə vuranda mənfi 3 elədi, mənfi 1. Baş diaqonal, əsas determinant sıfırdan fərqlisə, deməli onun tərsi var. Bu birinci önəmli şərt. Sonra tərsi tapanda nə edərlər? Baş diaqonal elementlərin yerini dəyişərlər. Onlar 2, mənfi 2. Yan diaqonal elementlərin isə işarəsini dəyişərlər. Mənfi 3, müsbət 1. Sonra bütün elementləri neyniyərlər? Aldığımız determinanta bölərlər. 2-ni bölsək mənfi 2, 1-i bölsək mənfi 1, mənfi 3-ü mənfi 1-ə bölsək müsbət 3, mənfi 2-ni mənfi 1-ə bölsək müsbət 2. Cavabımız belə olmalıdır. Baxaq görək harda var. Mənfi 2, mənfi 1. Bəli, cavabımız düzdür. Tamamilə doğrudur. A vur B, B vuranı tapın. A vur B-ni, A-nı B-yə vurun, sonra da B-ni A-ya vurun, bir-birindən çıxın. Fərqli element axtarıram. Ən birinci element bütün cavablarda fərqlidir. Elə ona görə də mən ən birinci elementi tapsam mənə yenə də bəsdir. A-nı B-yə vuranda birinci elementi tapmaq üçün A1-1 istəyirəm də tapmaq. Birinci sətri, birinci sütun elementlərinə vurub toplayacağım. Mənfi 2-ni mənfi 1-ə vuranda mənfi 2, 3-ü 2-yə vuranda 6. Birinci elementim 4 elədi. Bunun birinci elementi hazırdır. İndi B vuranı axtarıram. B vuranı. B vur A-dırsa, onda buna B1-1 elementi deyim. Birinci gəlir B matrisi. Ona görə birinci matrisdən sətr götürdüyümə görə B-nin sətrini götürürəm. İkinci matrisdən sütun götürdüyümə görə A-nın sütununu götürüb bir-birinə vururam. Biri mənfi 2-yə vursam mənfi 2, mənfi 3-ü mənfi 1-ə vursam mənfi 3, bu da elədim mənfi 5. Nə etməliydim? Onları bir-birindən çıxmalıydım. 4-dən mənfi 5-i çıxmalıydım. Birinci elementi tapmaq üçün eləyirdi 9. Neçə variantda? 9 var, yalnız bir variantda. Ona görə də testiniz tamamlandı.
38 nömrəli sual. Determinantı hesablayın. Hesablayaq. Üçbucaq qaydası ilə hesablayıram. Baş diaqonal 28A. Üzərinə gələk. Köməkçi diaqonallar 1, 3C, 3C elədi. Üzərinə gələk. 6B, 2, 12B. Çıxaq. Yan diaqonala keçirəm. İndi çıxmaya keçirəm. 2, 7C, 14C. Çıxaq. 3, 6A, 18A. Çıxaq. Bunun artıq neçənci sualdır? Əslində həll edirəm. Bayaqdan bundan çox sual eləmişəm. 4B. Eyni buna aid gör neçə dənə sual var idi. Səliqəliyə riayət edin. Birinci A-lara baxın. 10A. Daha sonra B-lərə baxıram. 12B, 4B, 8B. Sonra da C-lərə 3C, 14C, 11C, 10A, 8B, 11C birinci variantda burada var. 39 nömrəli sual. Lambdanın hansı qiymətində determinant 0 olar? 3 ölçülü determinantda hesablayaq. 8 üstə gələk. 2 mənfi 1 lambda. Bu mənfi 2 lambda eləyir. Üstə gələk. 2 lambda çıx 1, 3. 2, 3, 6 eləyər. Olacaq 6 lambda. Çıxılsın 6. İndi keçirəm çıxmalara. Lambda 4, 3, 12 lambda. Çıxaq 2, 2, 2, 8. Bir dənə də çıxaq. Yerdə nə qaldı? 1, mənfi 1. Bu çıxma olduğuna görə toplama eləyəcək. Üstə gəl 1 eləyəcək və bir dənə də lambda çıx 1-ə vururamsa lambda çıx 1. Bərabər olmalıdır nəyə? 0-a. Nə qədər lambdan var mənim? 6 lambda burada var. Bir dənə lambda burada var. 7 lambda elədi. 7 lambdadan 2 lambda çıxsam 5 lambda qalar. 5 lambdadan da 12 lambda çıxsam qalır burada nə? Mənfi 7 lambda. Ədədlərim harda var? Ədədlərim 8 ilə 8 getdi. Mənfi 6. Neysə düz demədim. Ha, burada çıx 1 də var bir dənə. Hə, çıx 1 də var. Düz eləyirəm. Yox. 8 ilə 8 getdi. Burada mənfi 6 qaldı. Bir dənə də mənfi 1 var. Çıx 7. Bərabər 0. Deməli, lambda bərabərdir. Mənfi 7 bölü müsbət 7. Mənfi 1-ə. Aldıq bunu da. 40 nömrəli sual. Baxın, bunu deyirdim. Bu E ilə bu sual B ilə var idi bayaqları. B ilə var idi. B ilə olan halda burada B idi. B idisə bu da N-ə yüksəlir, bu da N-ə yüksəlir. Yəni N bərabər 2 halı üçün bunu əvvəlki videoda göstərmişdim, izah etmişdim. Bundan yeni təkrar sual var. Yəni birbaşa yadda saxlayın. Əgər N-ci qüvvətə yüksəldmək lazımdırsa, onda K-nı N-ci qüvvətə yüksəldəcəksiniz və A-nı, buradakı A-nı N-ə vuracaqsınız. Yəni olacaq K üstü N 1, 0, A vuraq N 1. Yəni dəyişən bir dənə bunlardır. Bu ikisidir bir dənə dəyişən. Matrisin tərsi yoxdur. Matrisin tərsin olması üçün zəruri və kafi şərt onun determinantının sıfırdan fərqli olmasıdır. Əgər determinant sıfırdırsa, deməli onun tərsi yoxdur. Determinant hesablamağı bilirik. 5 lambda. 2 lambda çıxaq üstə gələk 0. Sonra çıxılsın tərsinə gedirəm. Çıxılsın 0, çıxılsın 4, 2, 1, 8, çıxaq 1 lambda 0, o da lambdanın kvadratı eləyir. Bərabər 0. Nə aldıq burada? Kvadrat ifadə aldıq. Lambda kvadrat üstə gələk 7 lambda çıx 8 bərabər 0. Viet teoreminə əsasən cavabları deyə bilərik də. Hasili mənfi 8 eləyir. Və cəmi mənfi 7 eləmək üçün onda mənfi 8 də bu. Mənfi 8 ilə 1-dir. Diskriminantdan da tapa bilərdiniz. Sıxıntı yoxdur. 42. Tərsi yoxdur. Tərsi yoxdursa deməli determinant sıfırda yenə eyni məsələ. Burada matrisin bir determinantın xassəsindən istifadə edə bilərik. Determinant ədədə vuranda onun bütün yalnız bir sətri və ya yalnız bir sütunu elementə vurulduğu üçün mən buradan lambdanı kənara çıxara bilərəm. Məndə burada qalar. Birincisi nə idi? Lambda idi. Lambda 1, 1, 2, 1, 1, 4, 5, 1. Belə bir şey qaldı. Yəni bunu hesablasam olardı əslində. Yalnız bunu hesablayım. Baş diaqonalı neyəcək?
lambda 1 lambda elədi. 2 5 1 üstə gələk 10 elədi. Üstə gələk 1 1 4 4 elədi. Çıxılsın. Çıxılsın. 2 4 4 1 1 4 çıxaq 2 1 1 2 çıxaq 1 4 lambda 1 1 5 lambdadır bu. 5 lambda. Bərabər lambda vurulsun. Burada nə qalıb belə? 5 lambda 4 lambda. Mənfi 4 lambda. 4'lər getdi. Ondan da çıxsam 8 bərabər 0. 2 dənə kök var. Lambda bərabər 0. Bir də lambda bərabər 2. İndi bunu həll etmədən bir qısa yolunu deyim. Yəni mən bayaq xassəni tətbiq elədim. Dedim ki, matrisi ədədə vuranda bütün elementləri vururlarsa da bizə determinant lazımdır. Determinantı vuranda yalnız bir sətir və ya bir sütun vurarlar. Ona görə mən lambdanı kənarda çıxartdım və determinant aldım. Burada bir ifadə var, onu hesablamalı oldum. Amma bu mərhələni etməsəm də olardı. Bir dənə kök artıq buradan almışam da. Lambdanı kənara çıxartmışamsa, lambda bərabər 0 kökünü almışam da deməli. Düzdürmü? Onda lambda bərabər 0 kökü bir halda varsa, elə o da sizin testinizin düzgün cavabıdır. Yəni siz bu misalı tamamlamasanız da olar. Lambda bərabər 0 bir kök almışsınızsa, ondan bir dənə də cavabların içində. O da sizin düzgün cavabınız olacaq. A-nı B-yə vuranda, B-ni A-ya vuranda bərabərlik alınıbsa, onda bu şərti ödəyən X-i tapın deyir. Bundan bayaq bir sual var idi, M soruşurdu. Mən yenə də birinci elementi tapacağım. O mənim üçün daha rahatdır, bu daha sürətlidir. Birinci sətri birinci sütuna vurub toplamalıyam. 1'i X-a vursam X, 0'ı 1'ə vursam 0. Deməli, birinci element AB üçün. AB-dən söhbət gedir. Elə element özü X alınır. Yaxşı, bəs BA-nı vursam nə olar? Əgər BA-nı vururamsa, BA-nı, yəni B11 elementi deyəcəm buna. Birinci B matrisi gəldiyi üçün B-dən sətir götürərlər. Daha sonra A matrisi gəldiyi üçün A-dan sütun götürərlər. Birinci hansı matrisdirsə, oradan sətir. Hansı sütundursa, oradan sütun götürərlər. X-i 1'ə vuranda X, 0'a vuranda 0. Bu mənə kömək eləmədi əslində. Birinci elementləri götürmək kömək eləmədi. Ona görə A1-2 elementini tapacağım. A1-2 elementi. Birinci A matrisini vurduğuma görə A matrisinin sətrini vururam B matrisinin nəyinə? Sütununa. 1'i 0'a vursam 0, 0'ı mənfi 2'yə vursam 0. Bu elədir 0. İndi isə B1-2'ni tapıram. B1-2. B1-2. B öncə gəldiyinə görə B'nin birinci sətrini vurmalıyam A'nın ikinci sütununa. X'ı 0'a vursam 0, 0'ı 1'ə vursam 0. Bu da mənə kömək eləmədi. Ay işte məcburam da onu da tapacağım, o birisləri tapacağım. Yəni bu elementlər hələ ki mənə kömək eləməyib. Eləməyibsə bunların hamısını silirəm. Heç bir rolu olmadı bunların mənə. O birisi elementləri tapıram. Əslində gərək hamısını səliqəli də tapa bilərdim. Eybi yox. Tapıram indi hansı elementi? Tapıram indi mən burada A1-1'i tapdım, A1-2'ni tapdım. İndi A2-1'i tapmaq istəyirəm. 2-1. İkinci sətir birinci sütuna vurulub toplanacaq. Olacaq 2x çıxılsın 1. B 2-1'i tapanda isə B'nin ikinci sətri A'nın birinci sətrinə sütununa vurub toplanmalıdır. 1 vur 1 1 eləyər, mənfi 2 vur 2 mənfi 2 eləyər. O da eləyir. Yox, mənfi 2-ni mənfi 2 vuranda mənfi 4 eləyər. O da elədi mənfi 3. Hə, indi tənlik aldım. İndi bunları bir-birinə bərabərləşdirə bilərəm. 2x minus 1 mənfi 3'ə bərabərdirsə, 2x mənfi 2'yə bərabərdir. Onda x də mənfi 1'ə bərabərdir. Nəhayət aldıq. 44 nömrəli sual. Matrisin rangını tapın. Bunu dedik. Matrisin rangı ən böyük ölçülü determinantı sıfırdan fərqli olan determinantın ölçüsünü götürəcəyik. 3 vur 4 ölçülü matrisdən 4 vur 4 ölçülü matris düzəltmək mümkün deyil. Ona görə də bunun matrisi rangı heç vaxt 4 ola bilməz. Və cavabların içərisində 1, 2, 3 qaldı da sadəcə. 1, 2, 3. Əsasən 1, 2, 3. Ən azı bu 3 cavabdan biri olmalıdır. Buna görə düzgün cavab yoxdur da deyə bilmərik.
Ən böyükdən başlayaq, 3-dən başlayaq. Görək 3 ola bilər yoxsa yox. 3 üçün hər hansı bir sütunu atıram. İstənilən bir sütun ata bilərdim. Mən məsəl üçün böyük rəqəmlər olduğuna görə sonuncunu atdım. Və yerdə qalan matrisin determinantını hesablayıram. 1, 2, 1, 2 eləyir. Üzərinə gələk. 0, 5, 1, 0 oldu. Üzərinə gələk. 2, mənfi 1, 3, mənfi 6 oldu. Çıxılsın. 1, 2, 3, 6. Çıxılsın. 0, 2, 1, 0. Çıxaq. Mənfi 1, 5. O da müsbət 5 bərabərdir. Neçə aldıq? 2 ilə 5, 7. Çıxaq 12. Yəni determinant sıfırdan fərqlidir. 3 ölçülü matrisin heç olmasa bir dənəsinin determinantı sıfırdan fərqli olduğuna görə onda bizim rangımız olur 3. Əgər bu 0 olsaydı, onda mən digər variantların hamısına baxmalıydım. Burada hər dəfə bir sütun atdığıma görə 4 dənə variantım var. Mən gərək 4 variantın hamısını yoxlayardım. Əgər bunların hamısı sıfırdırsa, hamısının determinantı sıfırdırsa, onda 2 ölçülü determinantlara baxmalıydım. Onların içində hər hansı biri sıfırdan fərqli olanda rangın ölçüsü götürülür 2. Bərabərsizliyin ən böyük kökünü, bərabərsizliyi deyən ən böyük tam ədədi tapın. Ən böyük tam ədədi 3 ölçülü determinantdır. Həll eləyə bilərik. 3 ölçülü determinantları bayaqdan həll eləmişik. Baş diaqonalı vururuq, yan diaqonalı vuraq. Vuraq, toplayaq və alınan ifadə nədirsə bərabərsizlik şəklində 2 kiçikdir 4 göstərəcək. Bunun üzərinə dayanmaq istəmirəm. 46 nömrəli sual var, matrisin tərsi. Bax, bu 46-dan 3 ölçülü halda deməmişəm. 46-nı izah edəcəm. Qoy elə 46-nı izah edeyim. Amma bunun da tez sürətli yolu var. Matrisin tərsinin olması üçün birinci onun determinantına baxırsınız da yenə. Determinantı baxaq. 0, 0, 3, 0 elədi. Üzərinə gələk. Mənfi 1, müsbət 1, 2, mənfi 2 elədi. Üzərinə gələk 1, 1, 2, o da 2 elədi. Çıxılsın, yan diaqonal elementlərə baxıram. 0, 2, 0, 0 elədi. Çıxaq. Mənfi 1, müsbət 1, 3. Mənfi 3 elədi, olacaq. Mənfi çıxılsın, mənfi 3, müsbət 3 elədi. Bir dənə də qaldı, 1, 1, 0, o da 0 elədi. Deməli, nə alırıq burada? Determinantımız neçə oldu bizim? Mənfi 2, müsbət 2 getdi, qaldı 3. İndi daha qısa yolu ilə deyim. Yəni, heç bu misalı tamamlamaq lazım deyil əslində. Matrisin tərsinin olmaq üçün determinantı tapırıq. Determinant sıfırdan fərqlidir. Sonra hər bir elementin cəbri tamamlayıcısını tapırıq. Cəbri tamamlayıcıları tapdıqdan sonra o alınan elementlərin hamısını biz bölməliyik bu determinanta. Yəni, 3-ə bölməliyik. Və fikir versəz burada cavablarda 3-ə bölmək, yəni 3-də 1-ə vurmaq deməkdir də. 3-də 1-ə vurmaq olan yalnız bir variantda var. Ona görə bu cavabınızdır deyib dayana bilərəm. Amma gəlin heç olmasa bir dənə element tapım. Həm də cəbri tamamlayıcını təkrarlamış olaraq bu sırada. Məsələn, A11-i tapmaq istəyirəm. A11. Birinci sətir, birinci sütun elementinin cəbri tamamlayıcısı. Mənfi 1 üzərində sətir və sütun indeksini yazarlar. Bu elementin yerləşdiyi sətir və sütun elementlərini siləndən sonra yerdə qalan matrisin elementlərdən ibarət olan determinantı hesablayarlar. Bu da eləyər 0 çıxılsın 3, mənfi 1. Mənfi 1-in kvadratı müsbət 1 idi. Determinantınız da mənfi 1 oldu. Deməli, cavabımız elə mənfi 1. İndi burada birinci elementi mənfi 1 olan neçə ədəd var ki, 3-də 1-dən olan? Bax, görürsünüz, bir dənə element var. Yəni, bu elə bizim düzgün cavabımızdır. Sonra 47 nömrəli sualda A üstü N-i təyin eləyin deyir. Gəlin, biz sadəcə A kvadratını təyin eləyək. A kvadratında bu matrisi elə özü-özünə vurmaq deməkdir. Matrisin özü var, bir dənə də özündən bir dənə də yazım, vurum. Kosinus alfa çıxaq. Mənfi sinus alfa, kosinus alfa. Birinci sətir, birinci sütun elementimiz nə olacaq? Kosinus kvadratı, çıxaq sinus kvadrat. Kosinus kvadratda sinus kvadrat çıxsaz, baxın, kosinus kvadratda. Mənfi sinusu sinusa vursam, mənfi sinus kvadrat. Kosinus kvadrat çıx sinus kvadrat, bu kosinus 2 alfanın düsturunu verər. Sonra A1-2 elementini tapmaq istəyirəm. A1-2, birinci sətri vuracam ikinci sütuna. Kosinus vurulsun mənfi sinus,
Mənfi sinus vurulsun mənfi kosinus. Bu eləyir mənfi 2 dənə sinus kosinus. O da mənfi 2 mənfi sinus 2 alfa ifadəsini verəcək. Sonra A1 A2 bir elementini tapıram. A1 2 birinci sətri yox, A2 biri tapıram, aşağıdakini tapıram. Onda ikinci sətri birinci sütuna vurub toplayarlar. Sinus vur kosinus, kosinus vur sinus. Bu yenə də elədi müsbət sinus 2 alfa. Və nəhayət axırıncısı hansıdır? Axırıncısı A2 elementi ikinci sətri ikinci sütuna vurub toplayarlar. Sinusu mənfi sinusa mənfi sinus kvadrat, kosinusu kosinus kvadrat. Kosinus kvadrat çıx sinus kvadrat da dedikdə bu kosinus 2 alfanı verir. İndi belə bir indüksiya metodu ilə bunun n bərabər k halı üçün düzgünlüyünü qəbul edib n bərabər k plus 1 üçün isbat edə bilərik. Amma buradan artıq biz analogiyanı gördük. Yəni biz n-ə 2 deyəndə gördünüz hər tərəf nə oldu? 2, 2, 2. Bax, hamısı nə var idisə misalda hamısı elə bil 2, 2 oldu. Bax, burada heç bir işarə də dəyişmədən hamısı 2, 2 oldusa, onda n olan hal üçün də bu ilə n alfa olacaq. Bax, heç nə dəyişmir. Hər şey öz yerində qalır. Kosinus, sinus, mənfi sinus, müsbət kosinus. Olduğu kimi qalıb, sadəcə onların argumentləri n dəfə artıb. Yəni, bunu əslində biz bu qaydada göstərmiş olduq. 48 nömrəli sual matrisin rangını hesablayın deyirsə, 3 ölçülü determinantlara baxmaq lazımdır. Burada cavab heç vaxt 4 ola bilməz. Çünki buradan 4 vur 4 ölçülü determinant düzəldə bilmirsiniz. Ən azından sualın cavabını bilmirsinizsə, təxmin eləmək istəyəndə mütləq şəkildə səhv olan cavablardan xəbəriniz olsun da. Yəni, bilin ki, burada heç vaxt 4 düzgün cavab ola bilməz. 4 ola bilməsi 1, 2, 3 hal olacaq. Düzgün cavab olmayan variantda silirsiniz buradan. 3 olmağını yoxlamaq üçün də hər hansı bir sütunu atıram. 3 ölçülü determinantları baxmalıyam. Sıfırdan fərqlidirsə, məsələn, mən buranı atıram. 2 dənə sıfır olan hal qalsın. 3 ölçülü determinant sıfırdan fərqli alacağım çox güman ki. Və ona görə də matrisin rangı bərabər olur 3-ə. Bərabərsizlik ödəyən ən kiçik tam ədəd. Yenə də burada 3 ölçülü determinant da hesablanır. Aldığınız ifadə kiçik bərabər 0 yazıb misal tamamlaya bilərik. Cəbri tamamlayıcıdan əslində demişəm, A1-i tapmaq üçün birinci sətir, birinci sütun elementləri silindi. Yerdə qalan nə? Bu determinant. 2 vur 4, 8 çıxılsın. 3 vur 4, 12. Bərabər mənfi 4. A1, 2 elementini də tapanda birinci sətir, ikinci sütun. Birinci sətir, ikinci sütun silinir. Yerdə qalan matris. 5 vur 4, 20. Çıxılsın 4 vur 0, 0. Bu da elədi 20. Və işarəsinə baxmaq lazımdır mütləq şəkildə həmişə. A1, 1, mənfi 1 üstündə 1 plus 1'dir. Bu işarə dəyişmədi. Mənfi 1'in kvadratı müsbət 1 eləyir. Amma A1, 2'də isə mənfi 1 üzərində 1 plus 2 olduğuna görə mənfi 1'in kubu mənfi 1 eləyir. Deməli, mənim A1 elementim 20 yox, əslində mənfi 20 olur. Birinci mənfi 4 idi, o birisi də mənfi 20 olduğuna görə mənfi 4 çıx 20. Mənfi 24. Budur. Cavabınız hazır.